Salam hörmətli izləyicilər. Bugün biz sizlə 1435-ci ildə baş vermiş Təbriz döyüşü haqqında danışacağıq. Təbriz döyüşü Qaraqoyunlu dövlətinin hökmdarı Qara İskəndərlə Teymuri dövlətinin hökmdarı olan Şahrux arasında baş vermiş bir döyüşdür. Burada Şahrux qələbə qazanacaq və təbii ki, Qara İskəndəri taxtdan salacaq. Qara İskəndərin yerinə isə Qara Yusifin oğlu Cahanşah hakimiyyətə gətiriləcək. Cahanşah 1436-cı ildə hakimiyyətə gətirən zaman Şahruxdan asılılığı qəbul edəcək və 1447-ci ilə qədər Azərbaycanı yəni Qaraqoyunlu dövlətini Şahruxdan asılı vəziyyətdə idarə edəcək. Ancaq 1447-ci ildə Şahruxun ölümündən sonra 1467-ci ilə qədər, yəni 20 illik bir dövrdə Qaraqoyunlu dövlətini tam müstəqil şəkildə idarə edəcək. Ancaq Cahanşahla Uzun Həsən arasında baş verən Muş döyüşündə, yəni 1467-ci ildə Cahanşah məğlub olaraq həlak olacaq və Muş döyüşündən sonra artıq Cahanşahın hakimiyyətinin sonudur. Cahanşahdan sonra 1467-ci ildə Həsən Əli hakimiyyətə gələcək. Həsən Əlinin hakimiyyətə gəlməsi ilə artıq bir il müddətinə hakimiyyətdə olacaq və 1468-ci ildə Uzun Həsənlə baş verən qarşılaşmada Həsən Əli məğlub olacaq. Qaraqoyunlu dövləti süqut edərək Təbriz, paytaxtı Təbriz şəhəri tutulacaq və 1468-ci ildə paytaxtı Təbriz olan yeni bir dövlətin əsası qoyulacaq. Bu dövlətdə təbii ki, Ağqoyunlu dövləti idi və Uzun Həsən 1468-ci ildən 1478-ci ilə qədər bu dövlətdə hökmranlıq etməyə başlayacaq.